Bir de biri sual verir ki, deyir mən müsəlmanam, evlənmək istəyirəm. Sadəcə, yəni tapmaqda çətinlik çəkirəm. Avropa ölkəsində köçüb kitab əhli ilə evlənə bilərəm, yəni kitab əhli kimi deyilir. Xeyr, evlənmək üçün buradan Avropaya getmək doğru deyil. Evlənmək üçün yəni Azərbaycanda kifayət qədər müsəlman var. Sadəcə olaraq evlilik nasib məsələsidir. Yəni sən Avropaya gedəndə bunu zənn etmə ki, mən getdim Avropada önümə gələn, sanki oradakılar düzülüblər, marketdə satılırlar. Gedirsən marketdən alırsan. Evlilik qədər məsələsidir, nasib məsələsidir. Yəni bunun məmləkət dəyişməklə nəsib olmur yəni. Bir də bu kitab əhli kimi deyilir, yəni kitab əhli yəhudilər, xristianlar özünü yəhudi və xristianlığa nisbət edib iffətli olanlar, yəni zinə etməyənlər, əxlaqsızlıq eləməyənlər, tərbiyəli normal ailə olanlar, xristian və yəhudilər Allaha ortaq qoşsalar belə, İsa Allahın oğlu desələr belə, Üzeyir Allahın oğlu desələr belə, onlar nədir? Xristian. Yəni boğazında xaç olsa belə, nədir? Xristiandır. Onların evlilik caizdir.